Ben de 23 yaz. Nərgiz, nə dedin sən? Səhvin yoxdur. Yok dedim 23 ben de yazmamışım. 23. Ha. 23'e qədər. Alım 6. Əgər bu tipə aid izah vermişdim. Ee, Problemin nə idi bunda? Bununla bağlı. Nə problemin vardı? Yaza bilməmsən, səhv Ben yazmışsan. yazabilmemişim. Yaza bilməmsənsə başa düşməmsən. Mən dərsin qeydin uşaqlar YouTube-a ona görə qoyuram ki, yəni belə deyək də, kanalım olsun belə, Tamam. çox izləyicim olsun falan yox. Sırf sizdən yana, siz şagirdlərin qayıdıb onun təkrarına baxa bilərsiniz. Yəni YouTube çox yaxşı bir yerdir ki, mən videoları ora yerləşdirirəm, istəyənə vaxt baxa bilirsiniz. Bir var mən videonu sizə göndərəm, siz ona baxasınız. Bir də var ki, daimi bir resursda ola, bir yerdə ola, ona baxasınız. Bu suala baxaq, bu suala baxaq, diqqətlə qulaq as, inşallah başa düşərsən. Deməli, bax bu gördüyümüz qrafdır. Qrafın təpələri var. Hərflərlə işarələnib A-dan K-ya qədər. Bizə deyir ki, A şəhərindən K şəhərinə getmək üçün neçə müxtəlif yol var. Nə edirdik? Başlanğıc olaraq, başlanğıc A olduğuna görə A-nı bir götürürük. A olmasın, hər nə olursa olsun. Başlanğıc da bir götürürük. Ondan sonra baxırıq görək A-dan hansı təpələrə yol gedir. Bax, məsələn, A-dan B-yə yol gedir. A-dan F-ə yol gedir. A-dan H-a yol gedir. Bir də A-dan C-yə yol gedir. A-dan B-yə baxırıq. B-yə bir dənə yol daxil olur. O da A-dandır. A-nın çəkisi nədir? 1-dir. Onda belə çıxır ki, B-nin də çəkisi 1 olacaq. Bu belə. Ondan sonra C-yə baxırıq. C-yə də bir yol daxil olur. O da A-dandır. A-nın çəkisi 1 olduğu üçün C də 1 olur. Bu belə. F-ə baxırıq. F-ə 2 yol daxil olur. Biri D-dəndir, biri də A-dandır. Hər ikisi 1 olduğu üçün F bərabər olur. F-in çəkisi olur nə? 2. İndi H-a baxırıq. H-a baxırıq. H-a 3 yol daxil olur. F-dən, A-dan, C-dən. F 2-dir, C 1-dir, A 1-dir. Onda belə çıxır ki, H hara getsə, özü ilə nə aparacaq? 4 aparacaq. Bu belə. Ondan sonra C-yə baxaq. C-yə 2 yol daxil olur. Bir H-dan, H 4-dür, F 2-dir. Bir də F-dən, ikisi bir yerdə 6. Onda belə çıxır ki, C hara getsə özü ilə 6 aparacaq. D-yə baxaq. D-yə. D-yə bir yol daxil olur. O da C-dəndir. O da C-dəndir. C 1 olduğu üçün C də 1 olur. Və nəhayət I-yə baxaq. I-yə 3 yol daxil olur. D-dən, H-dan və C-dən. Onların da cəmi bizə verir nə? 11. I hara getsə özü ilə 11 aparacaq. Nəhayət gəldik K-ya. K-ya daxil olan yollar J-dəndir, I-dəndir, D-dəndir və Y-dəndir. Bunların içərisində bir dənə biz J-yə baxmadıq. J-ni də tapaq. J-yə bir yol daxil olur. O da bu C-dəndir. C-nin əmsalı 6 olduğu üçün J də 6 olur. Artıq K-nı tapa bilərik. J-dən daxil olur. J 6-dır. I-dən daxil olur.
11'dir. Elədi. 17. D-dən daxil olur. 1, 18. Bir də Y-dən daxil olur. Yeni də tapmamışıq deyəsən. Yeni də tapaq. Ya tapmışıq. Yox, tapmamışıq. Y-yə də bir yol daxil olur. Bu da hardandır? D-dəndir. D1 olduğu üçün Y də 1 olur. Aha. Deməli, nə oldu? 11, 6, 17, 18 və 19. Yəni, J-nin əmsalı, I-nin əmsalı, D-nin əmsalı və Y-nin əmsalı hamısı birlikdə K-ya gələn yolların sayıdır. A-dan K-ya gələn yolların sayıdır. Burada şərti müxtəlif qoya bilər. Biz keçən dərsimizdə bundan biraz çətin tipinə baxdıq. Məsələn, hansısa təpədən keçərək qoya bilər şərti və yaxud da hər hansısa bir təpədən keçməyərək şərti qoyar. Bu zamanda həmin şərti nəzərə almalıdır. Bax, bu şəkildə. Sonra 23. deməli, bax, bu 23 tiplərdə təpələrin sayı nə qədər çox olursa olsun, fillərin sayı nə qədər çox olursa olsun, qısa yoldan həll eləmək mümkündür. Bax, məsələn, ilk öncə gəl baxaq sürək bu qraf neçə təpədən ibarət. Yəni, biz bunun üçün qonşuluq matrisi qursaq, həmin qonşuluq matrisini təşkil edən cədvəlin sətirlər və sütunlar üzrə neçə veriləni olacaq. Yəni, çünki biz cədvəlin hər sətir və sütununa qrafın təpələrini yerləşdiririk. Bax, sayaq, təpələrini ilk öncə sayaq. Buradan başlasaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 çöldədir. 1, 2, 3, 4, 5. 5 də içəridədir, cəmi 20. 20 dənə təpə varsa, 20 dənə demək, təsəvvür edən ki, bu qrafın hər təpəsini adlandırmışıq hərflərlə və yaxud da rəqəmlərlə, ədədlərlə. 1-dən 20-yə qədər. Və yaxud da A-dan başlayaraq hərflərinin adlandırmışıq və bunu cədvələ köçürtmək istəyirik. Biz bunu cədvələ köçürsək nə olacaq? 20 dənə hərf sətir boyu, 20 dənə hərf sütun boyu, bir dənə biz düzbucaqlı cədvəl alacağıq. Kvadrat cədvəl alacağıq. Başa düşdünüz? 20 təsəvvür edin ki, 20 sətir üzrə, 20 sütun üzrə bizim cədvəlimiz var. Onda belə çıxır ki, burada neçə dənə xana olacaq? 400. 400 dənə, bəli. 400 dənə xana olacaq. Biz demişik ki, qonşuluq matrisində iki təpə arasında yol varsa, onların kəsişdiyi xanaya 1 yazırıq. Yol yoxdursa 0 yazırıq. İndi bunun yolun olub olmamasında bax burada qrafdan təyin edilir. Onda uşaqlar belə çıxır ki, neçə dənə til varsa biz o qədər 1 yazmalıyıq. Yəni, bax bu qrafda neçə dənə til varsa o qədər 1 yazmalıyıq. Amma diagonal üzrə 1 yazmalıyıq.
Biz ümumi bütöv cədvəli bir ilə doldurmağımız üçün burada olan tillərin sayını tapıb vurmalıyıq 2-yə. Necə ki, bax tərs proses. Necə ki cədvələ baxırdıq, deydik, bizə bir cədvəl verir, həmin qonşuluq matrisi üzrə cədvəl verib, həmin cədvəldə olan tillərin sayını bizdən soruşanda nə edirik? Birlərin sayını tapıb bölürdük 2-yə. Bu yadınızdadır da, bunu bilirik. Bununla bağlı problemimiz yox. Cədvəldə olan birlərin sayını tapırdıq, bölürdük 2-yə, tillərin sayını tapırdıq. Hansı tillərin? Qrafda olan tillərin. Burada da tərsinə, cədvəldə olan birlərin sayını tapmağımız üçün qrafda olan tillərin sayını tapıb vururuq 2-yə. İndi, gəlin baxaq, burada neçə dənə tilimiz olacaq bizim? Otuz dənədir. Bəli. Bəli, bütün tilləri sayırıq. Bütün tilləri sayırıq. Bütün xəttləri də belə deyək. 30 dənə. Demək, 30 dənə til varsa, biz bunu cədvələ köçürdəndə 60 dənə bir olacaq. 60 dənə bir varsa, sıfırların sayı da olacaq nə? 340. Bax bu şəkildə. Qeydiyyatınızı apardınızsa, digər suallara baxaq. Məndə 39 vardı, o da bunun kimidir. Elədim biz. Sonra deyin görüm. Bu 28 tikləri yaza bilmişsiniz. Elime yazmış. Ne yazmış? Nəzər? Mənim səhv yazmışam. Nəzər, deyin görüm hələ, necə yazmışsan? Onu da səhv yazasan. Nəzər. Bəli. Deyin görüm hələ, necə eləyərsən bu sualı? Necə yazmışsan?
Həzərsəndən D və F məntəqələri arasında yolun uzunluğunu soruşur. Qrafda bax, D buradadır, F də buradadır. İndi bax, qrafın 7 dənə təpəsi var. A, B, C, D, Y, F, C. Bu qrafa uyğun burada cədvəl verir. Yəni bu qrafa uyğun burada cədvəl verir, amma biz bilmirik də A nədir, B nədir, C nədir, D nədir, bunları biz bilmirik. Biz bunları müəyyən eləməliyik. Məsələn, burada 7 dənə təpə var, ardıcıllıq da burada nədir? 7 dənə cədvəldə sətir və sütun var. İndi biz bilməliyik görək D və F cədvəldə hansı rəqəmə uyğundur, biz onlar arasında yolun uzunluğunu tapa bilərik. Başa düşdün bura qədər? Bəli. Aha. Bunun üçün nə edək? Bax, gəl ilk öncə baxaq görək D qrafın harasındadır və nəyi ifadə edir? Bax, məsələn, burada D-yə baxırıq. D-nin D-dən çıxanda, yəni daha doğrusu, və yaxud da D-yə daxil olan 1, 2, 3, 4, 5 dənə pil var. O demək ki, D-nin 5 dənə qonşusu var. Cədvəldə 5 dənə qonşusu olan bir rəqəmi tapaq. Cədvəldə 5 qonşusu olan hansıdır? De görüm. 5 dənəsindən əlaqə 1. Onda belə çıxır ki, D1 ola bilər. Amma tək 1 olmaya da bilər. Da indi məsələn burada gördüyüm qədərindən bir dənə 1-dir. Məsələn, gedər 4 də olar, 4-ün də 5 qonşusu ola bilər, nə bilim 6-nın da 5 qonşusu ola bilər. Bunu həmişə yoxlamalıyıq. Bu vəziyyətdə bir dənə 1 olduğuna görə 5 qonşusu olar. Ona görə rahat şəkildə deyə bilərik ki, D nədir? D 1-dir. Bu belə. Ondan sonra baxırıq F-ə. Qrafda F hardadır? Bax, buradadır. Neçə dənə fil çıxıb? 4 dənə. Demək, bu 4 dənə təpənin qonşudur. Yenə gəlirik cədvələ baxırıq. 4 dənə qonşusu olan nə var? De görüm. 4. 4'dür, bəli. Başqa var? Başqa yox. Onda belə çıxır ki, F dənədir? 4'dür. 4. 1 ilə 4'ün arasında məsafə nəyə bərabərdir? 1 ilə 4'ün kəsişməsi bax buradadır. 27. Və yaxud da 4 ilə 1'in kəsişməsi bax buradadır. 27. Bu şəkildə Həzər, bu biraz sadəsidir. Qabaqlarda bunun biraz çətin tipləri var. Sadədən başlayaraq çətinləri eləmək lazımdır. Yavaş-yavaş. İndi burada qeydiyyatı apar. Yaxşı, başqa nə sualınız var? Uşaqlar, deyin görün. Qırx üç. Deməli, ABCD və Y məntəqələri arasında yolların uzunluğu çəkim matrisində verilir. A və Y məntəqələrinin hər birini birbaşa digər məntəqələrlə bağlayan yolların əmr edilməsi nəzərdə tutulur. Aha, nə problem var Filiz? Görüm. Sualı başa düşmədim. Filiz, A və Y-nin qonşuları nədir? Onu tapırsan. Yəni A'dan və Y-dən çıxan pilləri və hansı təpələrə gedir? Onları tapırsan, onların cəmin hesablayırsan. Neçə kilometr olacağı. Bax, məsələn, A ilə nəyin əlaqəsi var? B-nin. Bəli.
Ondan sonra A ilə nəyin əlaqəsi var? D-nin. A ilə nəyin əlaqəsi var? Y-nin. Burada Y ilə A-nı götürməyəsən. Çünki A ilə Y-ni bir dəfə götürür. Bu belə. Ondan sonra gəldin Y-A. Bunu dedik. Y-C. 5, 2, 7, 3 də burada 10, 15. Yəni A'dan B'yə götürürsən, A'dan D'yə götürürsən, A'dan Y'yə götürürsən, bir də nəyə götürürsən? Y'dən Z'yə götürürsən bir də. Neçə eləyir bu? 15 də, hə, Y'dən Z'yə də götürəndə 15. Başqa? Müəllim, 11-ci sualdan əlaqəli nəsə demişdiniz. Deyəcəm, İşarə eləmişəm. deyəcəm. Yaxşı, gəldik 47-yə. 47-yə gəlir. Bunu sona qədər yazırsınız, uşaqlar. Bunu sona qədər yazırsınız. Bu aradan çıxsın. Qeydiyyatınızı aparın. Yaxşı. Yəni biz bu 47-yi necə eləyərik? Demək 47-ci sualda cədvəllərə qonşu dəmir yol stansiyaları arasındakı yolları göstərmişdir. A və D stansiyaları arasındakı ən qısa yolun uzunluğu. Baxırıq ki, A ilə D-nin arasında yol yoxdur. Ona görə A ilə D arasında digər yollardan, yəni D ilə bağlı olan digər yollardan ən qısa yolu tapmalıyıq. Demək, A ilə D ilə B-nin arasında yol var. Bir də A ilə B ilə D-nin arasında yol var. Bir də D ilə E arasında yol var. Yəni D-yə A'dan B'yə gəlsin. daxil olan yollara baxırsan. Aha, bəli. D-yə daxil olan yollara baxıram. Əslində mən bu sualı qraf çəkərək həll eləmişəm. Ola bilər, ola bilər. Tamam. A'dan demək A'dan B'yə yol var, B'dən də D'yə yol var. O demək 8-dir. Sonra A'dan Y'yə yol var. Y'dən də D'yə yol var. O da dəqiq qraf çəkim. Daha təxminən ki, Nəcib bir dəqiqə bax, belə deyək də, əslində deyirdi, nə elə? Biz dedik ki, D-yə daxil olan yolları götürürük də. Baxırıq ki, biri 7-dir, biri 1-dir. Bizə sərf edən hansıdır? Biz qısanı axtarırsa bizə sərf edən Aha. Demək, Y-dən daxil olduq. Bunu bir kənardan belə yazaq. Y dedik buna. Son yolumuz onsuz da Y-də olacaq da. Əvvələ nəsə yazarıq. Y-dir. İndi, baxaq sürə Y-yə hardan daxil olur? Y-yə də D-ni dedik. Bir A-dan daxil olur. Bir də Z-dən daxil olur. Yəni, mən buna elə Y-nin qabağına A qoysam, A-Y-D olsa, A-Y-D olsa, A və D stansiyaları arasında ən qısa yolun uzunluğu nə qədər olar? A-dan Y-yə 2, Y-dən D-yə 1, 3. Yəni, 3 tapdım artıq. Yenə, məsələn, digər variantları yoxlamaq olar.
Bundan da qısa varmı deyə də yəni. Məsələn, Y-də yazmışdım bura. Başqa A-dan harasa gedib, ondan sonra Y-yə gəlir. D-yə gəlməyin mənası varmı? Yox, Məsələn, onda çünki bax məsələn, onda biz A-dan gedəcəyimiz yer 2-dən kiçik olmalıdır. Ən azı. hə, Ha. Məsələn, 2-dən kiçik B var. A-dan biz B-yə gedərik, tutaq ki. B-dən biz Y-yə getməliyik. B-dən Y-yə də birbaşa yolumuz heç yoxdur. Biz B-dən başqa bir təpəyə getməliyik. Oradan da Y-yə getməliyik. Bu da təbii ki, 2-ni aşacaq. Ona görə ən optimal variant nədir burada? A, Y-dir. Yəni, belə baxanda. Var mı Mikail başqa variant? Yox, elə cəmi 3 dənə variant var idi. ABD, AYD, ASYD var idi bir də. Aha. Amma o daha uzun idi. Qraf yəni həmişə var, uşaqlar. Bunu qrafa köçürdə bilərsiniz. Heç bir problem yoxdur. Yəni, üsul odur, yox odur, problem yoxdur. Amma, yəni, sonuncu təpədən başlayaraq əvvələ doğru kiçik deyirsə, qısa deyirsə minimumları nəzərə alaraq, uzun deyirsə maksimumları nəzərə alaraq gedə bilər. Təbii ki, digər variantlarda nəzərdə saxlamaq şərtidir. Bu şəkildə. Amma qrafdan istədiyiniz qədər istifadə edə bilərsiniz. Yəni, mənim fikrimcə qraf yolu ən qəşəng yoldur. Hətta ən etibarlı yoldur. Qrafdan istifadə edəmək. bəli, mən istifadə etmək üçün qrafdan istifadə edirəm. Olar. Yaxşı, bu belə. Yaxşı, 46-nı Həzər desin görək hələ. 46-nı Həzər necə mənimsəyir? Həzər de. Görüm necə eləyərik? Sualı ən azından oxu, Həzər. Ben şəkildə A, B, C, D, E, F, C, H, I, J, K, L şəhərlərini birləşdirən yolların sxemi verilib. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən D şəhərinə, C şəhərindən keçərək getmək üçün neçə müxtəlif yol vardır? Bizdən nə eləməyimizi istəyir? A şəhərindən D şəhərinə, A şəhərindən bəlli şəhərinə tapmamız, sonra D şəhərindən keçərək neçə müxtəlif yol olduğunu tapmamız istəyir. A şəhərindən M şəhərinə, C şəhərindən keçərək. Yəni, biz bax, bu A-dan elə getməliyik. Necə getməliyik? C şəhərindən, bax, buradan keçmək şərti ilə. O zaman nə edirdik? C-dən keçməyən yolları bağlayaq. Bax, məsələn, D-dən F-ə gedərkən C-dən keçmir. Ondan sonra D-dən C-yə gedərkən C-dən keçmir. Y-dən H-a gedərkən C-dən keçmir. H-dan C-yə gedərkən C-dən keçmir. Ondan sonra Y-dən C-yə gedərkən C-dən keçmir. Başqa. Məsələn, bax, F-dən C-yə gedərkən C-dən keçir. Bayaq da F-dən I-yə gedərkən C-dən keçir. C, F, C, C, F, I. Başqa. Bax, məsələn, H-dan I-yə gedərkən C-dən keçmir.
Onsuz da haşı bağlamışıq bu tərəfdə. Y-dən haşa gələni. Aha. E, bax, bu şəkildə istifadə etməyəcəyimiz yolları bağladıktan sonra başlanğıc olaraq A götürürsən, A-nı 1 götürürsən və digər yollara baxırsan. A-dan B-yə, tutaq ki, B-yə bir yol daxil olur, o da A-dandır, B də 1 olacaq. Bax, bu şəkildə. Yəni ki, Y-yə baxırsan, A-dan Y-yə ümumiyyətlə bir yol daxil olur, o da A-dandır, Y də 1 olacaq. Bax, Həzər, bu şəkildə hər birini tapırsan, gəlirsən elə qədər. Elin də ən son aldığın əmsal nədirsə, o elin qiymətidir. Həmin o elində qiyməti A şəhərindən, El şəhərinə, C şəhərindən keçərək gedən müxtəlif yolların sayıdır. Yaxşı, Həzər. Bəli.